Bakıda tibb bacısı xidmət göstərdiyi vətəndaşın evini qarət edib. Hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Vəzirov küçəsində qeydə alınıb. Yaşadığı məhəllədə tibb bacısı kimi xidmət göstərən 36 yaşlı ad və soyad şərti olmaqla Nərmin Mustafayeva zərərçəkənin evində olarkən qızılları hara gizlətdiyini görüb. Pərvanə cərrahi əməliyyat olunduğu üçün ona sistem qoşurdum. Bir dəfə gördüm ki, o 2 boyunbağısını şalvarının cibinə qoyaraq şkafda gizlətdi. Növbəti dəfə sistem qoşmağa gedəndə Pərvanənin evinin qapısı açıq idi. Səsləndim, qızı çıxdı. O anasını qonşudan çağırmağa getdi. Bu zaman otağa girdim və həmin qızılları götürdüm. Səhəri gün lombardda 750 manata satdım. Pərvanə zəng edib qızılları oğurladığımı deyəndə pulunu qaytaracağımı bilirdim. Ancaq ona dəyən ziyan ödəyə bilmədim. Nərmin əməlindən peşman olduğunu deyib və himayəsində azyaşlı övladı olmasının nəzərə alınmasını xahiş edib. İttiham aktında göstərilir ki, oğurlanan təxminən 10 qrama yaxın qızılın ümumi dəyəri 1200 manat təşkil edib. Bu əməlimə görə Nərminin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu rayon məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Mustafayeva barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Beyləqanda otelin müdiri və qeydiyyatçısı saxlanılıb. Polis əməkdaşları 1-ci Şahsevən kəndində yerləşən oteldə əməliyyat keçiriblər. Nəticədə otaqlardan birində kişi və qadın əxlaqsızlıq edərkən yaxalanıblar. Bu hadisə ilə bağlı həmin otelin müdiri 35 yaşlı şəxs və qeydiyyatçı 25 yaşlı digər şəxs saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən Nazim Musayev bildirib ki, otelə yeni gələnlər üçün qiymət 70, daimi müştərilər üçün isə 50 manatdır. Qeydiyyatçıya qadınla gələn kişilərə əxlaqsızlıq üçün 70 manat qiymət deməyi tapşırmamışam. Həmin şəxslərin müəssisəyə əxlaqsızlıq üçün gəlmələrindən xəbərim olmayıb. Otelimə gələn qonaqların otaqlarda əxlaqsızlıqla məşğul olmaları barədə məlumatım yoxdur. Ümumiyyətlə, qonaqlar burada gecə yatmaq üçün gəlirlər. Qeydiyyatda əslində qonaqlardan şəxsiyyət vəsiqələri tələb olunur və kompüterə işlənilir. Amma qeydiyyatçı əxlaqsızlıq edərkən tutulan şəxslərin məlumatlarını kompüterə salmayıb. Hesab edirəm ki, işçimi düzgün təlimatlandırmamışam, buna görə də özümü təqsirli bilirəm. Nazim Musayev deyib ki, himayəsində azyaşlı övladı var və ailənin tək gəlir yeri olduğu üçün nəzərə alınmasını xahiş edir. Digər təqsirləndirilən Tahir Məlikov isə həmin qonaqları əvvəldən tanımadığını bildirib. Onlardan vəsiqələrini istədim, lakin dedilər üstümüzdə deyil, telefonla göndərəcəklər. Kişidən 70 manat alıb otaq verdim. Danışıqlarından başa düşdüm ki, ər-arvad deyillər. Onların əxlaqsızlıq üçün otelə gəldiklərini bilmədim. Ər-arvad olmaları barədə sənəd almamışdım. Buna görə özümü təqsirli hesab edirəm. Tahir Məlikov da xəstəliyini və ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib. Beyləqan rayon məhkəməsində keçirilən proses zamanı onların hər biri barəsində 1 il sınaq müddəti olmaqla 3 il şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub.